Ən diqqət çəkəni mənə görə Baku Sporting Mingəçevir qarşılaşması idi ki, Baku Sporting son turlarda belə deyək, irəliləyiş əldə etmişdi. Ancaq digər tərəfdə biz ötən verilişlərimizdə də olduğu qədər, yəni ötən verilişlərdə dəfələrlə bunu bildirdik ki, Mingəçevirin performansında xeyli irəliləyiş olacaq. Hətta Mingəçeviri növbəti turlarda biz çempionluğa oynayan bir komanda kimi də görə biləcəyik ki, Mingəçevir bizim fikirlərimizi doğrultdu və turnirin favoritlərindən olan belə deyə Baku Sportingi səfərdə hətta 1-0 hesabı ilə məğlub etməyi bacardı. Mingəçevir öz mövqeyini möhkəmləndirəcək, artıq Şəfa ilə belə deyək mübarizəyə, qızğın bir mübarizəyə qədəm qoyacaq. Ümumiyyətlə, Rəvan, bu oyun haqqında nə düşünürsən? Mingəçevirin artıq belə deyək, biz o danışdığımız Mingəçevir artıq özünü göstərməyə başlayıb mı? Təbii ki, başlayıb. Elə o məsələni vurğulayıcı idi Murxan. Yəni Mingəçevirin qış transfer pəncərəsindən sonra elədiyi həmlə kiçik bir həmlə deyil. Mingəçevir, yəni mən birinci liqada varam, çempionluq uğrunda mübarizəmiz davam edir, qızışır və qorxmamışam deməkdir.